İyunun 13-də Bakı şəhəri 160 nömrəli klassik gimnaziyada son zəng tədbiri keçirilib. Tədbirdə Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Səbahi rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Son zəng tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra hərbi orkestrin müşahidə ilə Azərbaycan Respublikasının üç rəngli bayrağı və gimnaziyanın bayrağı mərasim keçirilən əraziyə gətirildi. Gimnaziyanın direktoru Fainə Ələkbərova şagirdlərin yerli və beynəlxalq olimpiyadalarda əldə etdiyi uğurlarından danışıb. Fainə Ələkbərova bildirib ki, 160 saylı klassik gimnaziyada 2300-dən artıq şagird təhsil alır. Bunlardan 130 nəfər bu il məzun adını qazandı. Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Ceyhun Bayramov son zəng münasibəti ilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğur və nailiyyətlər qazanmaq arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Ceyhun Bayramov, onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb. Hər bir məktəbin ən mühüm tədbiri, onun fəaliyyətinin güzgüsü hesab edilə bilən, ən əsası şəxsiyyət və vətəndaş kimi formalaşdırdığı bugünün məzunları üçün çalınan son zəng tədbiridir. Və mən böyük məmnuniyyət və sevinç hissi ilə bir valideyn kimi bugün bu bayramı burada yaşadığımı qeyd etmək istərdim. Mərasim gimnaziya şagirdlərinin hazırladıkları son zəng ədəbi bədii kompozisiyası ilə davam etdi.